Bugün sizlerle biz yeni mövzumuz olan data validation'a bakacağız. Gəlin başlayaq. İlk öncə qeyd edim ki, data validation Excel-də ən çox vacib olan bir funksiyadır. Nəyə görə vacibdir? Bunu daha drop-down list formasında istifadə edirlər, yəni açılan siyahı formasında. Amma bunun digər özəlliyi də odur ki, bizim xanalarımızın, məlumatlarımızın qorunması üçün də istifadə olunur. Necə olunur? Gəlin başlayaq. İlk öncə ən məşhur olan boş xanaların doldurulmasıdır ki, bu da təkcə bizdə deyil, qarşı tərəfə göndərəcəyimiz, ümumiyyətlə hazırlayacağımız cədvəlimizin qorunması üçündür. Yəni biz istəmirik ki, kimsə bura yanlış məlumat daxil etsin. Biz digər isə burada şəxslər adı verilib, amma ora biz mütləq şəkildə filial, şöbələri, iş daxil olmaqlarını da qeyd etməliyik. Amma belə bir şey var ki, məsəl üçün bunu əllə də daxil edə bilərsiniz. Gördüyümüz kimi burada rəsmi filiallar var. Biz bura yaza bilərik, Bakı yaza bilərik, Gəncə yaza bilərik və s. Amma belə bir nüans var ki, əllə yazılanda bəzən olur ki, bizim şrifimizə görə dəyişir. Məsəl üçün, Azərbaycan şrifindən istifadə ediriksə, bəzən olur Bakı yazırsınız, bəzən olur Bakı yazırsınız. Və bu da ki, müəyyən sonra hər hansı bir başqa düsturu istifadə edəndə artıq məlumatımızın qarışmasına, error verməsinə səbəb olur. Və bu cür errorların qabağının alınması üçün bizə ən gözəl funksiya olan data validation-dan önərir Excel ki, bundan istifadə et ki, sən cədvəli qoru. Yaxşı, onu nə edəcəyik? İlk öncə data validation-a keçmədən öncə biz bura məlumatlarımızı daxil olunması, yəni mənbə kataloqlarımıza baxacağıq və bu kataloqlardan istifadə edəcəyik. Amma diqqət etsək, bu kataloqlarda görürük ki, bizdə burada xırdalandan sonra yenidən təkrar gəlir, yenidən təkrar gəlir. Biz mütləq şəkildə bu duplikatları ilk öncə sıradan çıxartmalıyıq, yəni silməliyik ki, orijinallar qalsın və azalsın. Ki biz açılan listdən istifadə edəndə bu xanaları rahat dolduranda rahat şəkildə istifadə edə bilir. Nə edirik ona görə? Buna hamısını seçirik. Gəlirik remove duplikatlara. Continue with currency-də remove duplikat. OK sıxırsınız və budur, artıq silindi. Sonra yenidən gəlirsiniz buna. Yenidən remove duplikatlar. Yenidən remove duplikat eləyirik. OK sıxırsınız və artıq bizim duplikatlarımız silindi. İndi isə artıq biz rahat şəkildə data validation-dan istifadə edə bilərik. Bunun üçün nə edirsiniz? İlk öncə boş xananı seçirsiniz hamısını. Hara qədər lazım olacaqsa. Sonra gəlirsiniz yenidən data menyusuna. Sonra data validation-ı klikləyirsiniz. Yenidən data validation. Burada belə bir pəncərə açılır. Birinci elə menyuda settings hissəsində klikləyirsiniz bu əlov hissəsinə, bu listi. Search hissəsinə gəlirsiniz, burada bunları seçirsiniz. Bizim çünki filialımızdır burada, filial sütunumuzdur və OK sıxırsınız. Və artıq burada baxsınız heç nə düşməyib, amma üçbucaq düşüb. Bu forma bizə filtrdən də tanışdır və bunu klikləsək görürük ki, artıq bizdə rahat şəkildə məlumatlarımız daxil oldu. Və özümüz artıq səliqəli şəkildə məlumatlarımızı daxil edə bilərik. Bir şey də qeyd edim ki, bura düşəndən sonra biz bura hər hansı bir məlumat daxil edə bilmərik. Çünki artıq onu qorumuş kimi oluruq və bu da bizə yanlış məlumatın bura daxil etməsini qabağını alır. Ona görə də bura klikləyirsiniz, avtomatik olaraq kimin harda, hansı şöbədə işləyirsə, onları bir-bir seçirik. Artıq filialımız getdi. İndi şöbəmizə gəlin keçək. Yenidən şöbəmizi hər birini seçirik. Daxil oluruq data menyusuna, data validation-a. Yenidən belə pəncərə açılır. Əlov hissəsinə, yəni birinci setting hissəsində əlov hissəsini klikləyirsiniz. Listi klikləyirsiniz. Search hissəsində, yəni mənbə hissəsinə şöbələri seçirik. Çünki bizə bu sütunumuz şöbədir. OK sıxırsınız və artıq düşdü. Yenidən bir-bir başlayırsınız. Kim harda işləyirsə onu qeyd edirsiniz. Artıq bunları da qeyd etdik. Deməli, artıq məlumatımızı cədvəlimizə doldurduq. Sonra gəlir bizə işə daxil olma tarifi. Bir şey də qeyd edim ki, bunu biz də data validation-a seçə bilərik.
bizə kalendar açılır və onu qeyd edirik. Amma belə bir nüans var ki, biz əgər bizim Excelimiz 2023-dən aşağıdırsa, yəni 2021-dirsə, tarixi aşağıdırsa, o zaman bu data validation istifadə olunmur. Əgər sizdə 2023-24-dürsə, o zamanı data validation daxil olursunuz, bura klikləyirsiniz. Burada datanı seçməklə artıq avtomatik olaraq burada seçilir və OK, heç bir şey seçməyə ehtiyac yoxdur. OK sıxırsınız və tarix düşür. Yaxşı, biz də nə edə bilərik? İndi məndə 2021-dir deyə düşmür. Qayıdıram insert hissəsinə. Get add ins var, onu klikləyirsiniz. Burada mini kalendar var ki, onu klikləməklə də avtomatik olaraq seçə bilirsiniz. Yazırıq mini kalendar və search edirsiniz. Və gördüyümüz kimi date picker var ki, onu da klikləyirsiniz. Yenidən continue-də klikləyən kimi artıq sizin kalendarınız düşür. Və bundan sonra xananı seçməklə bir-bir kim hansı vaxtda daxil olursa, onu avtomatik olaraq seçirsiniz. Da bir də əllə qeyd etmirsiniz. Bir şey də qeyd edim ki, çıxmaq üçün də bunu gəlirsiniz yuxarı künc hissəsinə, bu nöqtə görünən hissəyə. Onu mouse'umuzun belə ox işarəsi görünəndən sonra mouse'umuzun sol düyməsini klikləyirsiniz. Belə qara üstə gəlmə olandan sonra delete düyməsini 2 dəfə klikləməklə artıq silirsiniz, yəni bağlayırsınız onu. Tariximiz isə qalır. Bu yazmanın bir özəlliyi var ki, biz bildiyimiz kimi bəzən özümüz əlindən yazanda formatı düzgün tutmuruq. Yəni bizim formatımız məsəl üçün kompüterdə bu formatdadırsa, biz gördüyümüz kimi artıq seçəndə də bu formatda düşür. Amma əllə yazanda bəzən ola bilər ki, siz nöqtə qoya bilərsiniz arasına. Bəzən ola bilər ki, tarixin, ayların və yaxud da günlərin yerini dəyişə bilərsiniz. Bu da Excel onu text kimi götürər, data kimi götürməz. Yəni vaxt kimi götürməz, tarix kimi tanımaz. Bu da sizin gələcəkdə düsturdan istifadə edəndə problem yaradar. Artıq bunu da qeyd etdik. Biz dedik ki, bizim təkcə data validation'ımız bu məlumatları daxil etmək üçün deyil, həmçinin də bizdə qoruma funksiyası da var. Necə qoruma? Məsəl üçün, dedik ki, bir həm beləcə qorudu ki, list kimi verdi ki, məhdudlaşdırdı bir sözlə ki, siz bura 4 dənə məlumatı daxil etmədən bu məlumatlardan əlavə başqa bir məlumat daxil edə bilməzsiniz. Elə bir limitdədir. Amma belə bir şey də var ki, biz bunu qabaqcadan da edə bilərik. Necə? Məsəl üçün, qeyd edim ki, tutaq ki, mən hər hansı bu xanaya, boş xanaya istəmirəm ki, kimsə ora ya məsəl üçün 5 simvolluq söz əlavə etsin və yaxud da ki, hər hansı bir misal üçün tarix yeri izləyirsə, bax bu xana, ora məlumat əlavə etsin. Yaxşı, bunu nə edə bilərik? Bunu da elə data validation-dan limitləyə bilərik. Necə? Gəlin baxaq. Yəni, elə bu data hissəsini silək. Bildiyimiz kimi, bura data hissəsidir. Amma ola bilər ki, kimsə bura, tutaq ki, söz yazsa, salam sözü yazsa, görürük ki, düşür. Amma mən istəyirəm ki, buraya heç kəs tarixdən başqa söz yazmasın. Nə edəcək onu? Onu da data validation edəcək. Bu boş xananın daxil oluruq bu data hissəsinə, menyuya. Yenidən data validation-a, yenidən klikləyirəm data validation və klikləyirəm burada error və yaxud da input mesaj. Bunlar ikisi də əslində eyni xüsusiyyətə malikdir. Fərqi nədir? Input mesaj odur ki, bizə qabaqcadan xəbərdarlıq edir, amma qadağa qoymur. Bu nə deməkdir? Məsəl üçün, mən bura yaza bilərəm ki, input mesaja ki, bura yazma, səbəbi nə yaza bilərəm ki, tarix yeridir. Və OK sıxıram. Və yaxud da tarixin formatını yaza bilərəm ki, tarix formatını kompüterə bax, bu kimi. OK sıxıram. Gördüyümüz kimi, bax, bu hissələri toxunanda heç bir bildiriş çıxmır. Amma bura gələn kimi artıq aşağıda mənə bildiriş kimi xəbərdarlıq edir ki, bura yazma, tarix yeridir. Artıq mən keçəcəm bu tərəfdən yazacağım. Bu oldu bizim bildiriş yerimiz. Amma qadağa yoxdur ki, mən məsəl üçün bu qadağa əhəmiyyət qoymuram. Öz bildiyimi edib yazıram. Gördüyümüz kimi yazıldı. Amma sadəcə olaraq bildiriş kimi oldu. Yenidən data validation-a daxil oluram. Yenidən data validation
input mesajımı clear ol eləməklə OK sıxıram. Artıq həmin o bildiriş mesajımı da silirəm. Bu oldu bizim bildiriş mesajımız. Sonra gəlir ikinci qadağa qoyulması. Bunu nə edə bilərik? Daxil oluram data validation-a. Gəlirəm üçüncü error alert hissəsi. Error alert hissəsinə gəlsək, görürük burada yenidən belə bir pəncərə açılır. Və burada stillər var. 3 dənə stilimiz var. Stop var, warning var, information var. Stop menusuna klikləsəm, burada mənə konkret olaraq qadağa qoyur. Yəni o deməkdir ki, mənim seçdiyim, mənim limitdədiyim məlumatdan başqa heç bir məlumatı siz bu xanaya daxil edə bilməzsiniz. Gəlin yoxlayaq bunu. Amma belə bir şey var. İndi bizdə köhnə nəsildir deyə məcburən daxil olmalıyıq settingsdə. Orada həmin o limit deyəcəyim məlumatı qabaqcadan elə bir onu parametr eləməliyəm. Bunun üçün mən indi burada tarixdir deyə bax bu sütun. Ona görə də gəlirəm buradan data hissəsini seçirəm. Yazır between. Bunu istəsəz yaza bilərsiniz. Equal to, bərabər deyil, not bərabər deyil. Mən indi between-i yazıram. Tarix yazıram ki, misal üçün yazaq 05 03 2025. Sonra yazıram ki 05 2026. Ondan sonra gəlirəm error alert hissəsinə, stop hissəsinə klikləyirəm və bura başlıq yazıram ki, bura tarix yeridir. Aşağı hissəsində də yaza bilərsiniz ki, ancaq 2025 məsəl üçün 2026 tarixlərini əlavə et. İndi uzundur deyə yazmıram, OK sıxırıq və budur. İndi mən bura hər hansı bir başqa bir söz yazsam, məsəl üçün yazaq elə salam sözü, enteri sıxsam, gördüyümüz kimi bizə qadağa qoydu ki, bura tarix yeridir, ancaq 2025-2026-nı yəni yaz. İndi bunu gördüyümüz kimi heç bir seçenek vermir, ancaq silməliyəm. İndi gəlin həmin o tarixi yazaq, 05 daha doğrusu 05 2026. OK sıxsam, gördüyümüz kimi götürdü. Bu deməkdir ki, deməli mən bundan limit qoydum. Dedim ki, ancaq mən istədiyim bir şeyi yaz. Başqa bir şey əlavə etmə. Bunu yenidən silirəm. İndi yenidən keçək digər xüsusiyyəsinə. Bu data hissəsinə daxil oluruq, data validation-a daxil oluruq. Elə üçüncü pəncərəmizdə keçirəm burada warning hissəsinə. Bu yumşaq formadadır. Bizə xəbərdarlıq edir, amma kəskin şəkildə bizə qadağa qoymur. Sadəcə o bizə deyir ki, bura limitlənib, yəni bura artıq götürülüb. İstəsən davam elə. Amma bura tarix üçündür. İndi gəlin baxaq, yenidən OK sıxırıq. İndi məsəl üçün bura yenidən salam sözünü yazıb enteri sıxanda gördüyümüz kimi bizə yenidən xəbərdarlıq yazdı. Amma seçenek də verdi ki, davam etmək istəyirsən, yes-i kliklə, davam etmək istəmirsən, no-nu kliklə, birdən yadından çıxar. Bura misal üçün no-nu klikləyirsiniz və artıq tarixi qeyd edirsiniz. Yox, əgər bilə-bilə yenidən ora salam sözünü yazmaq istəyirsinizsə, OK sıxırsınız və gördüyümüz kimi bizə icazə verdi, amma limitləmədi. Bu oldu bizim üçüncü hissəmiz. İndi gəlin, daha doğrusu ikinci xəbərdarlığımız. İndi isə üçüncüsünə gəlin baxaq. Yenidən daxil oluruq data validation-a, yenidən data validation, yenidən üçüncü pəncərədə bunu klikləyirsiniz, information-ı klikləyirsiniz. Bu da bizim sadəcə olaraq məlumat verir, qadağa qoymur. OK sıxırsınız. Yenidən bura mən misal üçün salam sözünü yazsam, enteri sıxsam, görürük ki, sadəcə olaraq bizə informasiya verir ki, yəni bura tarix yeri üçündür. Deyirəm ki, lap yaxşı, OK sıxıram, gördüyünüz kimi düşdü ora. Yəni, istəsəz onu silə bilərsiniz, tarixi ancaq yaza bilərsiniz, istəsəz ora məlumatı yaza bilərsiniz. Demək, bu oldu bizim məlumatımız limitlənməsi. Burada data validation-a daxil olursunuz, yenidən klikləyirsiniz. Əgər bunu silmək istəyirsinizsə, clear olub klikləməklə
artıq bütün məlumatlarınız verdiyiniz limitlər silinə bilir. Gəlin elə klikləyək, OK-yə sıxaq və bu da artıq bizə heç bir limit qoymur. Məsəl üçün, bura salam sözü yazıb, Enter-i sıxanda artıq özü düşür. Gördüyümüz kimi heç bir məlumat, bildiriş gəlmir. İndi isə gəlin simvollarımızı limitləməyə. Bu nə zaman olur? Məsələn, burada tarixdir. Tariximiz ən azından 9 simvolu var. Mən istəmirəm ki, məsəl üçün, kimsə bu məlumatı dolduranda əlavə simvoldan istifadə eləsin. Yəni, bu tarixin arasına boşluq qoysun, ya məsəl üçün, 5-in qabağına boşluq qoysun və s. kimi yazırıq. Nə yazacağıq? Hər hansı bir bura simvolu qoyuruq. Klikləyirik, gəlirik birinci C-dən hissəsinə. Buradan klikləyirsiniz, text length-ə. Buradan klikləyirik, istəyirik, burada bitwini qoyarsa fərqi yoxdur. Equal to-nu qoyaq. Sonra burada yazırıq, misal üçün, 5 simvolluq söz yazaq və OK-yə sıxaq. İndi biz bura, məsəl üçün, Gəncə sözünü yazsaq, klikləsək yazılacaq. Amma Gəncə şəhəri yazsaq, klikləsək gördüyümüz kimi yazılmadı. Niyə? Çünki biz artıq ora limit qoyduq ki, ancaq 5 simvolluq sözü daxil etsin. İndi bu gördüyümüz kimi avtomatik silən kimi nə qədər simvol varsa onu götürür. Biz də bilirik ki, Excel-də simvollar bütün hər bir hərf, hər bir rəqəm, hər bir durğu işarəsi, hətta boşluq belə bir simvol hesab olunur. Ona görə də biz də indi Gəncə elə bir hərfi 5 simvol olduğuna görə onun ancaq özün götürdü, şəhər sözünü götürmədi və yaxud da filial sözünü götürmədi. Bunu da silmək üçün yenidən daxil olursunuz Data Validation-a, yenidən Data Validation-a, Clear olub klikləyirsiniz, OK-yə sıxırsınız. Bu da bizim artıq ayrıldı limitdən. İndi özümüz yazsaq burada filialı. Klikləsək, gördüyümüz kimi artıq heç bir problem olmadı. Yəni artıq özü düşdü. Bu da oldu bizim Data Validation-ımızda. Çox elə Data Validation-dan istifadə olunan funksiyaları bugün öyrəndik. Növbəti dərslərdə artıq biz Data Validation-dan VLOOKUP-ı əlaqələndirməyi də öyrənəcəyik.